Kanalımıza xoş gəldiniz. Birlikdəyik bu gün. Hara gedir yana? Deyəsən Şahdağa. Səhər yeməyi falan olacaq. Şahdağda görüşənə dək dostlar. Nəhayət endik. Gəldik. Allah. Xizəklərimizi götürək, təlimçimizin yanına getməliyik burada. Maşallah da o qədər də çox qar var indi. Lap batacaq qarın içinə, qorxuram. Bir də baxın kaymağa gəlin. Mənim saçımdakı qar su deyil ha. Bildiyiniz tərdir, tər. İyrənc. Yox, mən uşaqlıqdan ən çox sevdiyim idman növüdür əslində. Amma ayaqqabılarımın belə ağır, belə sıxıcı olduğunu ayaqqabı da bilirsiniz necə? İşçilər də məsuliyyətsizliyə. Nə baxan var, nə geyimi düzgün verirlər ölçüsü. Amma bir də bu Azərbaycanda bu xizəyə zada gələn deyirəm. O qələt eləyən deyirəm. Bu nədir sənin canı? Başımız tər, ayağımız tər. Rezit eləyir, xəstələnməsə yaxşıdır. Şəhərə xəstələnəm. Hə, sən xəstələnərsən, mən yox. O 360 kameramı götürmədim. Yanarım, ona yanarım yəni. Ətrafda çəkim. Burada yarım litr suya baxın, göstərdiyim məkanda. Yarım litr suyu 3 manata satırdılar. Digər tərəfdən 2 manata aldıq kartla. Utanmaz, arlanmaz insanlar. Roller coaster'a gəldik. Tək mən minəcəm, ana qorxur. Bütün sinirlərimi oynatdılar ya Allah haqqı. Bir dənə roller coaster'a görə. Bu əməkdaşlıq bu nə qədər çətin bir şeydir yəni. Bu məlumatlandırmaq işçiləri yəni. Vallahi başa düşmürəm. Mənzərəyə baxın heç olmasa vallahi. Onsuz da qurtarmır bura. Azərbaycanlı. Qabağa inirsiniz, sürətli dala buraxsınız torpaq. Getməsi üçün belə sıxım saxlamalısınız bütün yol boyu. Getdik.
Oh, so good. Kırgıt skanesiz telefonunuza video kaydı. İçeriden çekil götürmeyi unutmayın. Yukarıdan gelsin çekil çekiller. Zahmet çekilleri götürebilirsiniz. Teşekkürler. Hoş geldiniz. 10 dəqiqədən videonu skan eləyir. 10 dəqiqədən sonra şəkildə. Tamam, teşekkürler. Buradaki işçi daha məlumatlıydı. Çok gəlirdim, o neydi ha? Burada dayananda gördüm. Şak diye dayandı. Mən səni getməyi Maraqlı bir şey, həm indi qol duydum deyə ödənişsiz şəkil və video verdilər mənə. Heç buna ehtiyac olmamış. Dəhşət bir şeydir, inanırsan. Tormoza diqqət etmədən uçarsan yəni. Amma qəşəng idi, amma dediyim kimi buradakı işçilər dəhşət məlumatsızdır bu Prime ABB-dən Mastercard əməkdaşlığı ilə. Yəni bildiyiniz, yəni bütün əsəblərimi oynatdılar. Bu işçilər bizə tərəfdaşlığınızı bildirin də. Mən öyrətməliyəm bunları burada. Mən burada əsəbləşməliyəm. Sizə haqqında fikirlərin? Travmadır, travma. Məncə mənlik də deyil. Ancaq gərək məsələn 10-15 nəfərlik qrup gələk ki, məsələn dostlarla falan, yəni məcbur olub eləyəsən də bilin. Yəni inanırsınız o 200 manat verməyə indi biz az verdik, amma yəni və dəyməz. Təlimçimiz də var idi, xizəyimiz də, hər şeyimiz var idi. Amma yəni bizik deyil də qardaş. Elə bir ki burada yay gəlibdi valla. İnanırsınız kurtkanı da çıxardıb gəzmək istəyirəm. Mənzərə əladır. Hə, arxamıza baxın da möhtəşəmdir. Biz burada bir-iki dənə də şəkil çəkdirək. Maiçodan nə aldıq? Bir dənə kakao aldıq Jamila üçün. Bir dənə də mənim üçün ice strawberry Maiça aldıq. Gərək adı necədir? İnanırsınız ilk dəfə də Maiçodan içəcəm. Aha, ilk təcrübə. Pis deyərsən buna. Qəşəng. Qəşəng də, pisdir. Görürsüz Aydan, ya sənə aldığımız maça çox pis idi, ya da səndən Beratın ağız dadı yoxdur. İkisindən birini seçin. Elə bir ki, saçın dadlı. Hə, belə qəribə bir saqqız aroması var həmdən. Qəşəngdir. Görüb. Yeyirik, çıxdıq Şahdağdan, mindik. Gedirik axşam yeməyə. Sonra da back to home. Və sabah uçuşum var. Necə uçacağım bilmirəm. Guys, restorana çatdıq. Axşam yeməyi yeri yenə açıq masaydı. Biz də hər şeydən xırda götürdük, dadına baxırıq. Nuş olsun. Mənə də nuş olsun. Deməli, Şahdağ videosunun üzərindən həftələr keçib və mən yenə bitiş verməmişəm. Deməli, Şahdağ çox gözəldir, hər şey qəşəng idi. Amma təşkilatçılıq çox zəif idi. Necə zəif idi? Yəni Mastercard bu əməkdaşlıqları eləyibdi də Şahdağdakı bu mərkəzlə də resort deyirlər, nə deyirlər, bilmirəm. Amma bu əməkdaşlıqlardan heç bir işçinin xəbəri yoxdur. Məsələn, roller coaster'a minmək istəyirəm, əməkdaş üzümə baxır. Ya da bu ödənişsiz şəkildə dəbilqə mənə xizək verirlər. Onu götürmək istəyirəm. Əməkdaşlar çox uzun bir müddət məndən vaxt aldı, yəni bunu aktivləşdirmək. O bu bilmir, böyük gəlir, onun böyüyü gəlir, bunun böyüyü. Yəni biraz adamı negativ bir hiss bəxş eləyir. Sağ olsunlar ödənişsiz, yəni bu çox gözəl bir şeydir. Amma bu ödənişsiz xidmətlərdən çalışan əməkdaşların da xəbər olsa daha yaxşı olardı. Yəni bu həm bir təcrübə idi. Yəni zaten mən çox Şahdağa getməkdən ötürü ölən biri deyiləm də. Yəni Alanyada qalıram. Buradan Davraza çox qəşəng turlar olur. Davraz Kütahyada bir dağdır. Həmçinin bilirsiniz Uludağ var, burada Palandökən möhtəşəmdir. Dediyim kimi, yəni Şahdağ mənim üçün çox belə önəmlidirmi? Yox. Bundan sonra da gedərəmmi? Yox yəni. Yəni ən azından xizək sürmək üçün getmərəm. Bu videoda sizin üçün bir təcrübə olmuş olar. Yəni Şahdağa getməyə dəyər ümumiyyətlə. Bir də gözdən keçirərsiniz ən azından. Sonraki videolarda görüşənədək sağ olun, salamat qalın.